Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Ən təmiz arzulu günləri. Ən təmiz arzulu günləri.
Ha, aynı olur. Cemile, şimdi bol gitsin. Tezgahı da çok şık maşallah. Ama hamma xaşma. Senin kum kaç maşallah belki. Allah hamınızı korusun. Allah bizim müəllimlərimizi birinci onlara bərəkətli ömür versin, can sağlığı versin, ailələrinin üstündə bərqərar eyləsin. Allah bura gələn bütün sinif yoldaşlarımı qorusun. Onların yoldaşlarını qorusun. Onların sevdiklərini qorusun. Allah ölən sinif yoldaşlarımızın hamısını qəribi rəhmət eyləsin. Məkanlarını cənnət eyləsin. Ruhlarını balalarına duaçı eyləsin inşallah. Allah yaxşı belə gözəl günlərdə görüşməyi bizə qismət eyləsin. İndiyəcə bir-birimizi arayıb axtarmamışıq. Balalarımızın toyunda müəlliməni bağışlar, birimizin heç kim bir-birinin vədəsini almayıb, toya çağırmayıb. Bundan sonra elə bir nəvələrimiz də olsa birbirimizi yad edək. Birimizin xeyrinə, şərinə gedək. Birbimizin həmişə kakausa nümunə olduq ki, bu il 50 illiyimizi qeyd elədik. Bundan sonra da hər kəsə belə nümunə olaq. Allah hamınızı canını salamat eyləsin. Allah ömrünüzə bərəkət versin, ruzinizə bərəkət versin. Allah bizi bir-birimizdən mehriban eyləsin. Amin, sağ ol, amin. Ama öyle bir ki yüreğinden keçirirdik, görəsən aman gün haçan gələr. Ama sevinirdi, hem de talasırdı. Ben özüm hatırladım, biz Alili'yi keçirəndə gördük iddiaları, kızlarımız da bugün analar ve bir de oğlanlar birbirlerine hem ağlıyordular hem de gülürdüler. Bu en büyük sevinçtir sizler için, bugünkü gün. Belki de bu hatıralar illerle gider, yaxşı-yaxşıdır. Yaxşıya heç vaxt ən güclü nitq də bunu pisləşdirə bilməz. Və yaxud ən yaxşını pis nitqlə də, belə yaxşı nitqlə də bunu tərifləmək olmaz. Pis-pisdir də, yaxşı da yaxşıdır. Bugün sizin aranızda vaxtilə hansı ki, onların da bəlkə ürəyindən keçirirdik ki, bugünkü gündə biz də iştirak eləyərik. Bugün qismət olmadı, həyat belədir. Hamı bunu qanır, başa düşür, anlayır. Yəni, mən istəmirəm bir də kədərlənək. Allah onları rəhmət eləsin. Hansı ki, qadınlardan da var, kişilərdən də var. Hələ müəyyən mərhələdə həyatda köçüb gedib. Gedib də öz haqq dünyasına gedib. Bizlərə nə lazımdır? Bundan sonra nümunəni özümüzdən sonra gələnlərə göstərək. İnsan göstərdiyi nümunə ilə tanınır. Bir misal var ya, hərdən deyirəm. Deyirəm, hamı kimi hər kəs həyatda sevə bilər. Adam istəyirəm, hamı tərəfindən sevilsin. Bu çox çətindir, çox çətindir. İnsanı nə sevdirər? Bunun əməlləri, bunun atdığı addımları. Bugün də tanıyırsınız ki, müəllimlər necə olub? Hansı müəllim qəlbdə yaşayır? Qəlbdə çox yox, 2-3 dənə müəllimi əsasən ürəyində sevirsən. Nəyə görə? Bu qabiliyyətinə görə. Bu səmimiyyətinə görə, bu xoş təbəssümünə görə. Bəzən olur da, misal ki, elə bir vaxtda uşaqdır da, qaba vurma olmaz. Ancaq oxumaq naminə vururduq da, qulaq vurması da verirdik. Haman uşaqlar o vaxtı bizdən incə də bilərdilər. Müəllim odur ki, dərsin axırına qədər gələn onun könlünü ala bilsin. Amma o məktəbi qutarandan sonra, müəyyən bir işə gedəndən sonra onda görür ki, filan müəllim məni vurur. Əcəbdir. Elə uşaqlar olur ki, müəllim, məni gərək məhv eləyək. Niyə? Deyirdi ki, biraz da çox yaxşı oxuyardım. Bazen 4 verdiğim uşaq qəbulda getib 5 aldı. İnəqarudni deyirdi, onda Rusiyaya gedib davam etdirirdi. Deməli, belə insanlar həyatda bugün də var. Vəzifədə işləmək asandır, mən deyərdim. Heydər müəllim rəhmətliyin bir dənə sözü vardı. Bugün deyirlər ki, filan kəs, sənə Astara, Lənkəran, Lerik icra başçısı gəl təyin edək. Gedirsən? Deyir, bəli, nə üçün getmirəm? İnsan daha düşünmür, görəsən mən bu
icra nümayəndəliyini bacararam, bu işi apara bilərəm ya yox. Biz bəzən heç nədən, hamı gedir vəzifəyə və indi bugün görürükdür bunları. İstəmirəm bir də onları sadalayam. Deyirəm ki, bəzən bir misal var dedir, işi onu bilənə tapşırarlar. İşi onu apara bilməyi bacarana tapşırarlar. O işi sən aparmaqla ətrafa bir nümunə olursan və hamı onu tərifləyir, deyir, kaş, hamımız, mən də gərək belə olaydım, nə olsun, alınmır da, alınmır. Həyatın alınması üçün gərək insanda enerji ola. Enerji oldu, güc oldu, hər bir buraxılış bunu qeyd edə bilmir. Bir də görərsən ki, elə sönük gedir, nə? Çünki orada aparıcı qüvvələr çox zəifdir. Bu aparıcı qüvvələr güclü olanda elə siniflər var, sizlər kimi, onlar hələ yanıla qalıblar. Nə üçün? Çünki dedi, bizim oğlanlar nəysə, verəmək şey, ola bilər. Elə qadınlar var ki, 1000 dəfə kişilərdən də üstün fəaliyyət göstərə bilir. Deməli, sinifin, mən astrologiya deyirəm, bugün gərək astrologiyanı bilən insan, interneti bilən insan, həyat onlarındır. İndi soruşa bilərsiniz, necə yəni həyat onlarındır? Bugün riyaziyyat, fizika, kimya, deyək ki, əsas fənlər, vaxt var idi, əmək təlimi, bəyan tərbiyə, bunlar bir heç fənlər idi. Bugün bütün bu fənlər yüksək dərəcədə lazım deyil. Bugün həyatı yaşamaq istəyirsən, internet astrologiyanı bilməlisən. Bilmədin, həyatın, qurduğun həyat da bir heçdir. Bəs nə üçün ayrılmalar, belə şeylər daha da çoxalır? Kim əgər maraqlanıbsa, maraqlanmayıbsa, geçsin maraqlansın astrologiya ilə. Bilərsiniz, həyat nədir? Sizlərə bu işdə mənim müvəffəqiyyətlər var sizlərə. Hər halda indi bunun davamıdır. Çox sağ olun. Tırnavukların kulak vurması da büyük ama. Ancak kışıklar dese uzamışlar zananda yürüyecek. Mən vurmağı bil avazda istəyirdim, amma necə bilmir. Belə şey olmaz oxu. Mən istəyirdim, o mənim kimi görə bilsin. Hələ bu da gelmir. Ramazan da burada Buna görə vurur. Çok sağ olun onlardan belli çıkışlarına göre de doğrudan da siz bizim çevrili müəllimimiz olmuşsunuz. Məhrəm müəllimdir, sevimli müəllimimiz o, mərhəmət müəllimdir. Elə sevimlilər sizin yanınızdadır. Bəli. Yo, yenə bizim sevimli müəllimlərimiz vardı. Rəhmətə gediblər, dünyalarda dəyişiblər. Allah onlara da rəhmət eləsin. Burada hamının ürəyi olub bura gəlməyə gəlib. Heç kəsi burada məcbur edəmirlər. İnandırım sizi, eğer o uzakta olanların da imkanı olsaydı, Cahangir'dir, gerileridir, hamısını sadalamak istemiyorum. Yani imkanları olmadı, hamısının yüreği buradadır, bizdendir. Ben sizin çıxışınıza görə də sizə təşəkkürümü bildirirəm. Bayaqları Allahverən müəllim buraya girəndə dedi, yaxşı olardı, gedək təzə məktəbdə bunu çəkiliş eləyək. Bir yerdə görərlər, deyərlər, biz bu məktəbdə təhsil almışıq, biz bu məktəb bizə doğmadır. O məktəb də bizim kəndin məktəbidir. Elə o bir dənə o bəsdir ki, Emirə birinci başlayıb danışmağa, həm də bizim danışıqlarını eşidən rəvi yoxdur. Köhnə binada olsa bilərlər ki, köhnə bina həm güclü O uşaqlar. təzə bina da, o da bizim fəxrimizdən. Çünki biz burada, bizim müəllimlərin, o rəhmətə gedən müəllimlərin ruhu buradadır. Ona görə biz burada gəldik, burada yığışdıq. Sağ olsunlar ki siz gəlmişsiniz bura. Dünyasını dəyişmiş müəllimlərin də Allah rəhmət eləsin. Sadəcə Rəfi müəllimin biz üçün zəhməti çox olub. Rəfi müəllimin yaratdığı abidədir, indi biz onu ziyarət edəcəyik. Rəfi müəllimin zəhmətidir, bu oradakı uşaqları, bizim sinifi, məktəbi sinifi iki yerə böldü, A, B. O bir təcrübə keçirdi. Baxay bu yaxşılar bir-biri ilə, indi elə müəllimlər yoxdur, indi elə təhsil yoxdur. Allah rəhmət eləsin onları. Allah sizlərin də hamısına can sağlığı versin. Bizim doğma bacı qardaşlarımızsınız. Siz elə bu tədbiri düzdür, bizim başımız qarışıb, siz bunları elədiniz, bunu da bilirik. Sizin köməkliyinizlə, xüsusən Elmirə xanım, sizin Əfqanın köməkliyi ilə bu həll olundu. Çox sağ olun. Minnətdarıq hər birinizə. Allah söz deməyə vaxtımız olacaq. Yaxşı. Biz
Reglamenti uyğunluğuna gidərik ora, o abidəni ziyarət edərik. Sonra gidərik, şəhidlərin qəbrini ziyarət edərik, sonra gidəcək o testlərə. İndi dönüp baxsam da o xoş bir duyğulardan qəlbimdə nə qalır? Ömür ötüb gedincə həsrət qaldım sevincə, bildim xoşbəxt günlərim səninlə yaşanıb. Sən heç də gəl düşünmə, sevdiyim o günlərdən ayrı düşmüş xəyal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Sen her sözümden inciyip küsen, ayrı düşen güzel, gel üzme kalbimi. Senin eşkinle yaşadım inan, unutmadım bir an, sensiz ömrüm yalan. İndi dönüp baksam da yeniden hiç duymadım senin sevgindeki sesi. Sen benim arzularımdan geçen bir ömrün nəğməsi. Ayrı düşsen de bil ki, bensiz kalsan da bir gün o sevgin yaşamaz. Seninle yaşadığım hasretli bir sevgi var, bitmiş hayat sevinci seninle kaydar. Sen hiç de gel düşünme, sevdiğim o günlerden ayrı düşmüş hayal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Sen her sözümden inciyip küsen, ayrı düşen güzel, gel üzme kalbimi. Senin eşkinle yaşadım inan, unutmadım bir an, sensiz ömrüm yalan. İndi dönüp baksam da yeniden hiç duymadım senin sevgindeki sesi. Sen benim arzularımdan geçen bir ömrün nəğməsi. Ana şəhidin gəlir, başını dik tut ağlama. Qara giyin yasını tut, ürəyini çox dağlama. Balam yardan ayrı düşüb, balasından ayrı düşüb, qan içində əzab çəkib, onu bərk-bərk qucaqlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Mollar ana can ağlama.
İncitme balan yatır, sevgisi talan yatır. Ana şehitler ölmeyir, yeri her an kalbimizde. İndi yatır şirin şirin mekanında, cennetinde. Ruhu göylerden bakır, gözümüzden kan yaş akır. Balası yaman darıxır, onun kalbini dağlama. Evinin çırağı sönüp, ümidin əsrətə dönüb. Gözlərin qanla dolub, qurbanın olum ağlama. Evinin çırağı sönüp, ümidin əsrətə dönüb. Gözlərin qanla dolub, qurban. Bugün bir başkasın, aradım seni. Ey benim hakiki dostum, havadasan. Yokluğun bugün var, duyulur senin. Gözlerin yoldadır dostum, havadasan. Bugün bir başkasın, aradım seni. Ey benim hakiki dostum, havadasan. Yokluğun bugün var, duyulur senin. Gözlerin yoldadır, agil haldasan. Yüreğim doludur.
tebrik ederim. Okuyan 45. Onu tebrik ederim. Burada 10 yıllarda olanlarda ama tebrik ederim. Yaş, Rusya'da olanlar da burada olsa değil. Bunlar burada yoksa yürekleri bizden değil. İsmet Allah'tan. Yok, ben öyle. Bizi isteyen uçaksa. Niye bizi içiyorsun? Ben de Her kəndə, hər şəhərdə sənin meyvələrin var. Əziz müəllimlərimiz. Müəllimlərin içərisində məsəf eləmirsə, Ağsaqqal Allah müəllimdir. Həm də bizim sinif rəhbərimiz olub. Allah müəllim. Bir daha təşəkkür edirik. Dəvətimizi qəbul etdiyinizə görə və bir sinif rəhbəri kimi, bir Ağsaqqal kimi sizin sözlerinizi eşitmeye ihtiyacımız var. Benim orada bu ağaçlar hazır Amerika'da bunu çok sevindim. Allah canınıza değmesin. Siz bu işinizle bizi gönderdi genç illerimize. Cavan Bedim dövrümüze gönderdiniz. Sen minnettarım. Ben Bakı'daydım. Bu işi bilmiyorum. Sırattaydım. Bir telefon zengi geldi. Bir hanım. Dedim hanım siz kim olabilirsiniz? Benim sınıfımı Elmira Hanım. Dedi Allah verir benim böyle bir hal var. Ve dedi ki sen bize sınıf beraber olmuşsan. Yaddan çıkarmıştım. Allah'ın selamet eylesin, hamdü canı selamet eylesin. Yadıma saldı ki bunların çokuna sınıf beraber olmuşsan. Size çok minnettarım. Ve ben gittim, köyün mektebe heyetine gittim. Həmişə şad yerlərdə olan qəbirstanlığa getdik. Bizim gözəl müəllimlərimiz oldu. Gözəl şagirlərimiz oldu. Mən istərdim ki, o müəllimlərin və şagirlərin xatirəsini bir dəqiqəli sükutda yad edək. İcazə edin. Allah rəhmət edin. Müəllimlərin adını bir şəklə elman aparacaq və sizə bir epizu danışacaq. Sovet dövrüdür. Bir saylı məktəbə dərslə müdür işləyirəm. Fərəvcə birinci katibdir, Nərgiz üçüncü katibidir, Hümanitər şöbə üzrə. Allah rəhməli rəhmət eləsin. Şahır dedi, Allah verəməli, Qabanclar müşavirəsi var Bakıda. Müəllimlər konferansından qabağa. Səni oraya göndermek isterler. Sen orada çalışan var. Gelip ne demek istedim size? Yani güzel müəllimlər hakkında. Fərdi müəllimlər hakkında. Ve ben kökçü yazdım, rəhməti yoxladım. Ne dəyişik, savallı insan, büyük adam idi. Dəyişik elədi, getdik. Böyle Ali Ağayev idi, Nərgiz Kərimova ve 5-6 direktor. Bir de Hans Haris kendisi icra edilmek, kəsəlidir. Bakı gazetesinde. O apının yanında Cezir Suada kolu gidiyor. Orada girdi iclasa. Müşavireye, Qabanclar müşaviresine. Orada geldi, benim orada vaxt koydular ki 8 dakika, 5 dakika, 10 dakika, onda artık danışmak olmaz. Yani danışım bu kadar olsun. Ben danıştım, söhbət verdim, oturdum. Sonra Allah veren tane pedagoji bir doktoru vardı. Aslında geldi bu. Yaşlı adım vardı, danıştım. Onun için ona çalış verdiler. Dedi ki, ben Astrada çok olmuşam. Müəllimlərlə çok görüşmüşəm. Benim en hoşuma geldiğim mektep, Kakanos bir sayılı orta mektepti. Onun direktörü Rəfi Məmmədov. Onun bir cümlesi vardı orada. Dedi, Rəfi müəlliminə işlən hər hansı müəllim, Azərbaycan İSSR-in hər hansı yerində vəzifədə işlə bilər. Rəhmətik, İncil Sağ Pedagojin və doktorun söhbət edir. Böyük müşavirə. Bütün resmen, bütün rayonlarda da məktəb rəhbərləri və sağ demələri var. Dövlət təkrar edirəm. Mən də asırda çox yerdə olmuşam. Ancaq Kakanos bir sayılı orta məktəb var. Onun rəhbəri Rəfi Məmmədovdur. Rəfi Məmmədovunu işləyən hər bir şəxs, hər hansı müəllim
Respublikanın hər hansı yerdə vəzifədə işləyə bilər. Bizim belə müəllimlərimiz olur. Heydər müəllim, Rəfi müəllim, Ağaşır müəllim, Suayl müəllim, Zəlim və s. Allah onları qənim elə rəhmət eləsin. Və gözəl şagirlərimiz, yəni sizin yaşlı şagirlərimiz olur. Onlar da haqq dünyası dəyişirlər. Allah onlarına rəhmət eləsin. Allah sizə salamatlıq versin. Allah Teala nə qədər sizlərə, bizlərə ömrü verirsə, o ömrü sağlam keçirək. Bir cümlə var, der Allah Teala ömrümdən kəsin mən salamatlığımı üzrə, sağlığımı üzrə qoysun. Yəni ki, özüm durum, qapını bağlayayım, pəncərini örtün, özüm eşimi görə bilim. Sizə belə ömür arzu edirəm. Allah Teala sizə toy, şənli qismət eləsin. Həmişə çalış birini axtarım. Biz axtarmamışıq. İndi bu nəvələr, hamı nəvə yaşadır. Nəvə toyları olur. Çalışın, axtarın, soruşun, deyin. Bu hamı gəlsin, görürsün, bu iştirak eləsinlər. Bir daha sizə minnətdaram. Allah sizin canınıza dəyməsin, var olasınız. Çok sağ olun. Değerli sözlere göre bizim müellimimiz, rehberimiz, gündem meclisimizin asakları. Sizi dil edebiyat müellimiz olun. Bize düzgün danışmağı, düzgün fikrimi düzgün ifade etmeyi, düzgün yazmağı Merhamet müellim. O çok sayılı müellimlerimizden biri. Merhamet müellim. Yani burada dil edebiyat müellim işte gelir. Merhamet müellim. Sizin dinlemek istedim sözlerinizi. Güzel sözlerinizi. Hamınızı hoş gördük. Çok, şahsen benim için çok güzel gündü. Aktarmışsınız bizi. Yarışmışım bir yere. Bir de maşallah çokları değişikliği tanımak da olmalı. Bir ikisi ben tanımadım, soruştum Ramazan'dan. Şimdi Allah'ımıza can sağlığı versin. Hamınız validensiniz, aile üyəsisiniz. Aile yükü çok ağır yüktür, xüsusilə kadınlar için. Ve burada iştirak eden kadınlara biz teşekkürümü bildiririm. Sağ olsun. Yani bunların ailelerinden de sizler diyebilirler. Derler ki bizim bu ölenlere size yerinde danışırız. Ders ki hamı dedi her danışan dedi ki Allah rahmet eylesin. Demek onlar da işte tasavvurla onlar da bu seyahati iştirak ederdi. Demek olabilir kimse gelmiyor, müeyyen sebepten olabilir. Mesela bizlerden gelen vardı ki, gelesi vardı, gelirdi, pul bana verirler, dedim ben yokum dedim, ne olsun, ne olur, yoktu da. O adam gelirdi 15 mark verirdi, gücü çatmazdı da, ben bilirdim o, adam vardı hiç pulu yok idi, onların odunu çekmiyor. Şimdi rahmete de gelirler. Ancak bir tane de söz size diyeyim ki, bugün 50 illiğinizdir. Yani demirəm ki 50 yaşınız var. Hamınız pensionersiz. Ben bir dənə səhv elədim bunda, ama bu formada danışanda ne dedim? Dedim ki, ay uşaqlar, bizim buraxılışıdır ya. Dedim ay uşaqlar, her 5 ildən sonra yadınızda saxlayın ki, yani unutmayasınız, biz bu 5 ildən bir keçirərik. Hansı ki 83 nəfərdən 24 nəfər rəhmətə getmişdi. 14 tane kadın gelmişti, 23 tane kişi gelmişti. 37 nefer, 2 nefer müəllim, 2 tane müəllimimiz kalmıştı. Onlar da gittiler. Azad müəllimler, sevgilisi penserler. Bu da təxminən 1 ay bundan qabaq, 2 ay bundan qabaq. Deyirdim ki, hemen o yaddaş bakıyor, yaddaş derse ne ihtiyaç? Onlara demek budur ki, dedim her 5 ildə bir keçirərik. Neyse qutardım, her danıştığı uşaqlardan, her 2 kəlmə. Ona göre dedim ki, vaxta gerek biraz qanaat elə. Hem demek biraz yiyəsiz, hem de ki, herkes sözümüydü, bugün 5'e kadar çok danışanda vaxt da çatmaz bizim danışmağımıza. Ona göre de
5 yıl yok, hala 2 ay geçti içinden, 3 ay. Gördüm o 7-8 nefer gelip rahmetli. Dedim hala aman ne geç adam var. Ben dedim 5 yıldan bir görüşerek, oturup durarak yadımıza saklıyor. 5 yıl geçti hiçbirimiz kalmayacak. Gelip bakaydın onların motoru ne kadar çekiyor. Yok ya hele böyle adam burada olsaydı hayır yoktu. Sen inanırsan özüm de neçə yerde de oturdum. Bir neçə bırakmışsa da ben demişim ki inşallah. Bir tane vaxt koymayayım. Mehriban olaq. Ha, təsəvvür edin ki, əlaqə saxlasanız biraz da yaxşı. Hamının telefon nömrəsi görür, oralarda da var deyim, hamımızda var nə deyim sizə. İkinci dəfə vaxt gəldi, amma 5 il gəldi, dedim mən qalmıram, mən aparacağım, mən təşkilat işi aparmıram. Nəyə görə aparmadım? Bu sözə görə. Dedim 5 il, bir də o 5 il müddətində gördüm, yarısında bir cəmi 30% qaldı. O 5 il müddətində nə qədər buna görə həyatınız belə gəlir deyib səni hep bu dövrlər keçdi, nə bilim elə hamı böyle bu xəyallə yaşayır. Amma gərək biraz enerjini də saxlayasan, gələcək bu sizlərdən kişilərə də o enerjini gərək ötürəsən. Bunu bacardınız, nə qazandınız, siz qazanırsınız. Biz gəlmir, burada 5 nəfər, 6 nəfər. Bizim, yenə deyirəm, sizin məsləhətə heç ihtiyacınız yoxdur. Lazım olan məsləhət, bu yaşda tam bilib, sizi həddində keçirsiniz. Sizə bu işdə, bundan sonraki işlərinizdə mən də müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, hər bir işiniz hala geçsin. O sizdən oxuyanlar da hamısı nə qulluq nə desəniz uşaqlardır. Görsən bu gün hələ hazır vəziyyətdə qalırlar. Elə bilirsən ki, görənləri sinifdə oturmuşdur. Ben dedim biraz yemeğe göre dedim ki kadınlar yüz yüze otursunlar. Çünkü adeten oturtanlar öyle. Biz de böyle biz de çok samimiyiz. Biz çok samimiyiz. Tüm müvəffəqiyyətlər yerler. Sağ ol. Sağ ol. Çok sağ olun Allah'ın emri. Çok sağ olun. Bir de Sivri Aşık'ta gençlerimize Ezgem'le burada 5. müellimde var. Bu 5. müellimde ben olmuştum. Yani 5 yıl Ali Erbil Mektubu'da ders demiştim. Müellim baş müellim. İl yarımda kafede reisi oldum sonra Rüzü gördüm. Kapasite. İndi neyi danışan? Söhbət bizə təşkiyə müəllimlərdən. İyi de gelir. Yox, biz müəllim deyirlər. Müəllim hamı üçün müəllimdir, onun fərqi yoxdur. Hardan müəllim olmalıdır. Müəllim öz, mən qəbul edirəm, nə deyirlərsə qəbul edirəm hamısını. Müəllim, o şeydə olan kimdir, hər kəndə, hər şəhərdə sənin meyvələrin var. Müəllim öz meyvəsini, daha doğrusu biz müəllimləri gez başa düşürük. Çünkü hayat gətirib bizi elə bir vəziyyətə çatdırır ki, müəllimin dediyini, o çətin vəziyyətdə müəllim nə demək istədiyini başa düşürük. Və mən də o hərbi məktəbdə dərs dediyim o kursantda bizim o qələbə qazanan oğullarımız 10 ildən sonra deməli, oğlum düşmüşdü onlarla bir yerdə xidmət eləməyə çevirmişlər, zəng edib mərkəzdəki müəllim biz indi başa düşürük ki, siz bizə nə deyirdiniz? Üstüne 10 il kesenden sonra. Yani biz de öz müəllimlərimizdə siz bizə nə deyirdiniz? Kulağımızı dartırtmam, kulağımı əyilib dartılmaqdan və biz onu başa düşmürdük. Dedi ki, müəllim bizi döyür. Ama başa düşmüş, müəllim bizi hayatı öğrenir. Ben bir tane de itiraf edeyim bunu. Bizde Tarih'te müəllime vardı. Tarih dersidir, yanınızdadır. Nazım'ın, bizim rahmetli Nazım'ın anası. Yani Ferdi müəllimə tarixdən dərs deyirdi. Mən də birinci partada oturdum. Ferdi müəllimə də həmişə kitabı qoyardı, kitabı oxuyardı, dərsi izah edərdi bizə. Mən də bir daha qayıtdım, dedim ki, gəlməsin diye kitabını oxuyub bizə danışırsınız. Başqaları isə ya konspektdən ya da ki, belə danışır. Qayıtıb bir dənə mənə vurdu belə əlimə, şeylə, o balaca bir şey vardı, ləbizə. Hə. Burada elbəti, büyüyərsən, başa düşərsən. Deməli,
Nazimin böyük oğlum, rəhmətli böyük oğlum toyunda Fərdi müəllim də iştirak edirdi. Geldim dedim Fərdi müəllimə, beni bağışlayın, size filan vaxt bu söz demiştim, dedi bəli. Dedim ben indi sizi başa düştüm. Dedim ki, üz üstə hamımızda müəllimlərindən bəli, adam o aile kaygılarını görəndən sonra bizde de aile büyüktür. Onda da aile büyüktür. Yani 8 defa uşağa bakmak, evin de işlerini görme vesaireleriyle akır. Sonra derse hazırlaşmak bu çok çetin bir iştir. Benim için. Yani ben onu başa düştürdüm. Ben sonradan onları görenden sonra başa düştüm ki neye göre. Dedim ben başa düştüm filan şeye göre. Böyle vurdu üzerinden bir şeyime vurdu. Dedi, ben seni başa düştüm. Narahat olma. İndi uşaq əzmiyyətlə ilgili söz bizə və sizə bu bizim uşaqların da ürək sözlərini. Yəni ki, hər ürək sözü var. Mən çox da elə söyləmək istəmirəm, çünki istəyimə gəlir. Yeməklə beraber kim söz demək istəyir, yəni ki, kim söz demək istəyir, başlayaq. Qasım səndən. Uzaqdan gəlmişsən, hardan gəlmişsən, iki tane Görürsən necə ağır şarkıdır, təbrik oldu. Sən kimi deyil, görsən danışın. Hamımız görür çok şadır. Her biz oradan burada geldik, burada sağlamlaştık, burada yerine sağlamlaştık. Hamımızı hoş gördük ve hamımızın değerli eserlerler. Uzaya bu. Turşu bu ama turşu. Turşu yok. Neyse. Ama yıkaşmam o çok şadı ki ama bazıları ama ona ömrüşte pek tusulda var. Ama hiç kez zaten bağ vakti, hiç kez daha oldu ki nazımdı ki benim dövdü daha vardı ama bu böyle şey burası. Ve şadı kadın ısmak yapama. Şöyle bir kere baydım. Keramet kırmızı telefon var. Ki ben kadar İngilizce var baba. Bırakılış var çok. Hani de o şey bırakılış yapıyor. Şimdi olan yudum yok. Güzel şey. Aslında mikrofonu temiz var. Hiçbir şey yapmışsın. Hatta çok soğuk gelmiş. Herkes zaman koydu. Tamam, hakikaten bir şey barış. Ama çok sağ olun. Ama çok sağ olun. Baba çıkmadı bir şey ne oldu? Baba külbacı ödeminde. Kuşlar hadi. İşte telefonun üstünde de baba. Baba ne olmayayım ben? Baba hiç bir de değil. Baba bir şey. Ben bu buradan bir baba kullanıyorum. Abim. Abi seni mesajı götürelim olsun. Evet sağ ol. Asla bakan kripto. Ondan ise mamsa bir şey olmadı. Onlara bana yaşlı bir şey olmadı. Ama can sağ olun. Çalışmayan çalışmaya yapıyor. Değeri bakmam. Kim yapmışsa kim çalan bir çıkardı. Ama can. Ama kazanç. Uzun ömür. Ama can sağ ol. Sağ ol. Nasıl? Pulşara batman. Lan ne canlanın bu diye çizim şükür. Hamle cümlendeki mektebet en terbiye sazdan. Hiç terbiyesizlik konuyla yapmışlar ya. Ha bu. Valla bir şeyde istiyorlar. İtiraf bakın, itiraf. Hizmetinizi bir yapalım, itiraf bakın. Rahmetli Malik Bey, Fatih Bey, gel. Vallahi. Allah yapıyor. Şu tarafı göstermiş. Oradan ama kullanalım. Mikrofon diye nedir? Ha. Beni o değil eski akıllı. Ben güzel bırakmış biri. Ama gerçekten şu vakıfta olsa böyle bana araçta olabilir bir taşıyor. Bir şeyler geçemem bazen. Çok iyi. Şimdi ben bir şeyler ben de 100 lirayı saçımı da você tem essa cola para preto. Palma do padre, você mexeu no dedo, mas vai para casa do Allah terbiyesiz başka polisiye meşveri terbiyesiz. Məktəbi, məktəbədə
şuradan kul yaptı. Şöyle ne? Başkanım bir zaman bakar. Mertebeden çocuk'a çocuk yaptım. Gençlik olsun. Şu anda şivamlamam, nasibam. Ne bile abi. Düştülese. Anladım, tek yapacağım. Bugün bizim hamdülillah gündür ki ayrıca sonra biz bir yere durmuşuz. Hamdülillah baba, neler çocuklarından Allah sabırından ver, can sağlığı ve sağlam can sağlığı size var buyuran. İnşallah ilk 2-3 yıl keçenden sonra hemşe böyle oturar, şanlarına sevine gelir. Allah size can sağlığı, bu sevinici aldı, uşalı illerinde çılgınlık dövrümüz olup indir. Babamız yaşlanmışız, bundan sonra birbirimizin hürmetini saklayalım. Size uzun ömür, sağlam can sağlığı arzu buyurun. Sağ olun. Aha. Şema iyi umutlu. Ömrü ağlatıyor. Ama kasva idam. Rüzgar kaçtı ama hapşası bir de bu ne ama. Hapşası bir de bu ne olsa şey arada. De fazla Umeş, zanari, umemam. Poi pesciclo, martimali, conservatori. Aslında hakikaten bir muşkate. Muşkate, aslında Rosim bir şey bundan bu pas. Bir de başa şu zanari başa bir taş. Rosim bana ve dinlemiş. Babuş dedi, birisi ne babuş. Neyse ben sahnenin beşinci başlara, ben de bu taraf. Ben hala bu taraftayım. Bu taraf beşikse, şimdi de samim olduğumuzda hiç kesin dediler, hiç kesin olabilir. Ben mutluyum. Ben de peşim var. Ben peşim. Peşim oldu. Bir kere ben hemşehrim anlaştayım. Hemşehrim anlaştayım. Momdunuzda bu sefer yüzeye rozmuşsa ama hemşehrim siviyada bak. Ondan bir şey de. Can sağ ol baba. Uzun ömür. Sağ ol. Sağ ol, sağ ol. Sağ ol. Deməli, biz hazırlaşanda bu yarışmağa belə gedək, xırda bir təşkilat bir qrupu vardı. Həmişə o məsələləri danışırdı, müzakirə edirdi ki, nə icra eləmək lazımdır, nə vaxt və etməli. Bir 2 ilə yaxında davam edir. Axır bu məntiq nəticəsində amma kimlər iştirak edə bildi və ən yaxın günlərdə, yəni ki 2-3 gün bundan qabaq belə bir qəribə hadisə oldu. O etiraflar bilməm, mən etiraf edirəm, heç kim boynu almaq istəmir. Hamı tərtəmizdir, həlik məndən başqa. Və uşaqlar oturublar, mən də evdəyəm, zəng ediblər, baxır görəm ki, kimsə oturub, mən orada, mən onu tanımıram. Yine mən uşaqlar, şəkildə sağdakı kimdə oturub, mən onu tanımadım. Gelirler hansını desem, o tarafa filan gel, sonra gel. Sen de ki, deme sağda o vakitte oturup, birinci o kimdi? Diye kurban tanımadım dedim vallahi. Ben 50 ilde belediyede kurtarmışım, görmemişik. Kurban bunu eşiteyim benden küçük. Özlem Mökem küsmüştü. İndiden ben sözü veriyorum buna. Görüp niye küsmüştü? Mən elə bu təlqidi biz görməmişiksə, özü də mənim sifət figurum elədir ki, mən yandan çıxan figur deyiləm, mən üzü verirəm. Amma qurban çox dəyişik, kökəlmişik, hamımızda istər-istəməz, yaşad olduğumuzda. Yox, kökəlmişik, qocalmamışıq, müdrikləşmişik, mən deyiləm müdrikləşmişik. Biraz qocalmışıq. İndi deyiləm. Düzdür, mənim müdrikləşmişik. Salamlayıram. Onda axmaq şu an indi müdrikləşmişik. Birinci növbədə Allah bizim şəhidlərimizə rəhmət eləsin. Amin. Her mecliste qeyd olunur, burada da gələ qeyd olunsun. Onların hesabına birinci yerə getdik. Abidədə gül qoyduk, o şəhidlərin mazarında. Burada getdik, burada da gül qoyduk. Çok seviyor. Bana çakasınlar. Allah keçənlərə rəhmət eləsin. Kim də burada deyə, hamınızı salamlayıram yenə. Allah can sağlığı sizə versin. Allah ailələrimizə can sağlığı versin. Amin, amin. Allah müəllimlərimiz bizim fərəxdir. Maşallah. Bir dənə müəlliməni axtarmaq lazımdır. Bir dənə müəlliməmiz qalıb. Ancaq uşaqlar demişəm. Var bir dənə müəllimə.
kimdir? Reyhan müəllimi olmalı. Penserden iyi. Rehan benim kızı. Penserden bize ders verip, riyaziyyat dersi. Çok önemli bir şey başlar. O Penserden mi? Penserden. Ha, köçün Türkiye'de Bu salamat dese Allah can sağlığı versin. Olabilir de insan değil. Bu videonu görecek, biraz da şadlanacak yer ki uşaqlar mənə yaxın ya da sağlayırlar. Müəllimlərimizdə can sağlığı. Vallahi onlar bugün var həqiqi sevincli. Kaldı yol bizim İbik diye Kur'an'ın sizi duyuyoruz. Yok. Ben şahsen söyleyeyim, ben tanımadım. Ben çok değişmişim. Sen bir şey. Bizim senin müəllimiz Veritkəni bilirəm. Kim harada, kim harada değil. O yerini de bilirəm. Fəthullah müəllim. Kim biri bunlar için Arada olduqda əsas müəllim bizim sinifdə 3 dənə sinif. Ne bileyim, bir de bana manfi təsir eder. Qətiyyən qoxusu yoxdur. Becə olur bu təbii şeydir. 10-cu asrın Səccar, Allah Səccar. Bunların Bunlara deyim, bizə təsdiqlər. Sonra oldu. riyaziyyat müəllimiydi. Bəli. Ahmet müəllimi özü Rus dili müəllimi Ahmet Köyündən Köyündən Kəkərmə dilənləri özü Bakıda oldu. Yoldaşı Yabancı oldu. Bəli. Oldu, çox sağ ol. Səbəbini izah edəmədim. Hayır. Ama ben Kızlarımıza gelin o tarafa gelin. geldim bu tarafa geldim. Yani sırayla yedirik, tələsə heç kim tələsməsin. Yani müəllimlərdən başladı, saqqaldan yedirik yavaş-yavaş. Hanımlar gözlə bilmirlər, ona görə arada boş bırakırdım böyle, keçirdik hanımların yanına. Bizim buraxılışımızın en güzellerinden biri, bizim sinif nümayəndəmiz, bizim Hacı xanımımız Elmira xanım. O işte yani ki çok büyük zahmeti olan, Eğer o grupta, o təşkilat grubunda olanlardan da belki hamısının bir yere yığsın, belki onun kadar, belki biraz da çok zahmeti olan Elmira Hanım. Buyur Elmira Hanım, bizim sinif bu demişikler, sinif nümayəndəmiz. Buyurun. Sağ olun, Allah razı olsun. Ben danışmazdan evvel bir kelime demek istedim. Bizde burada musiki de var. Gerek ağırlığımızı değişmek lazımdır. Hele danışmak olmaz. Danışanda bir pririk denemek lazımdır. Sonra bir yemek lazımdır. Yani ki hamının nasrenyası düzelsin. Yarın danışır, yarın söhbete kulak asırıq. Yarın da hamı kulak asır. Sen bu afkanı başa salaydın değil mi? Ben efendim başa salabilmedim, icazə vermedim. İcazı kim vermiş canım? Bana değil. Ben uşaqlar, hamınızdan Allah'a çok şükür eləyirəm ki, Allah bugünkü günü bize qismət elədi. Bunun için çok şükür deyirəm Allah'a. Allah bizim en güzel müəllimlərimizi burada bir yanımızda oturan, bizimle bugünü qeyd eləyən, bizim sevincimize şərik olan, sen orada git bizim sevincimize şərik olan o iki Allah veren müəllimimiz, ikisini de çok sevirəm. Biri daimdir, biri de ki, əmim qızının yoldaşıdır. Məktəbdə də bana dada deyir. Hə. Sonra Məhərrəm müəllimimiz, Sakit Məhərrəm müəllimimiz, Zoologiya müəllimimiz, Biologiya müəllimimiz, Dilə-Ədəbiyyat müəllimimiz, Məhərrəmət müəllimimiz. Çox sağ olun. Sizə təşəkkür edirəm. Həmişə böyüklükdə əslik heç olmayın. Həmişə süfrələrin başında oturasınız. Evlərinizdə həmişə uca olasınız. Həmişə balaların üstündə kölgə olasınız inşallah. Mənim əziz sinif yoldaşlarım. Bax, oğlanlar da, qızlar da, bunlar hamısı mənim qardaş bacılarımdır. Bunların hamısını birbirinden çok istiyor. Doğru oluyor. Kimse de telefon götürmüyor, arvadından korkur. Kimse hövsələsi yoktur, cevap vermir. Ben bunlara da güzəşliyim. Biraz paramıydı da. Benim aziz kızlar, benim aziz bacılarım, aziz kızlarımız. Ne yaxşı ki varsınız. Ne yaxşı ki sizi bir yere yağa bildim. Ne yaxşı ki bu grupu möhkəm saxlamağa heç kim inciməsin. Mənim zəhmətim çox oldu. Quranda
danışdım, videoda mən danışdım. Ondan sonra musiqini də mən çağırdım. Əfqan da sağ olsun. Ona da hərdən zəng elədim, dalaşdım, qoydum. Sağ olun, hamınıza təşəkkür edirəm. Danışmağın da dozı tutulsun deyə biraz qıssa eləmək lazımdır. Həmişə yaxşı günlərdə, balalarımızın, nəvələrimizin şad günlərində oturaq. Allah ömrünüzə bərəkət versin. Həmişə bir-birimizi gülə-gülə, sevinə-sevinə danışdıraq, qarşılayaq, qucaqlaşaq. Öpürəm onumuzu. Çok sağ ol Emrah Hanım, çok sağ ol. Kendin oğlanları. Görün nice kızı, zaten bırakmışsın, göndermişsin Mamusa'ya. Görün nece gün henden Mamusa'ya göndermişsin. Hadi bir para satlar, ben de sizi dağıtmayayım. Bir para sat. Doğru program edenliyim, kanka biz. Ama Şehamlu Faragati de ulaşandan geçtiler. Bakıdan gelende birinciyi orada düşüyor. Kamışık'a gelmiyor. Yok gelmiyor. Düşüm artık, tam güzel. Karşı bak parası. Siyavarda düşüyor. Ondan başka hamı seversen. Çünkü hamı sekiner, çünkü hamı. Şimdi ben gün de nazine. Gülas Hanım. Birinci növbədə hamını təbrik edirəm sizi. Buraya gəlişiniz, birinci müəllimləri təbrik edirəm. Allah sizin canınızı daim olsun. Bütün burada uşaqları hamımızı gəlib təbrik edirəm sizi. Allah sizin canınıza daim olsun. Uzun ömür, can sağlığınızı arzulayır. Bugün bizim xoş günümüzdür, hamımız buraya gəlişmişik. Nə yaxşı ki, hamını tanır. Sağ olasın. Çok sağ ol Gülas Hanım, çok sağ ol. Ben gelen bir yemek istedim. Biraz yemeği ye, sonra devam edelim. Olur mu? Olur, sen de ye. Ama bildiğim bir şey sen koy. Ama Allah o taki konuştuğuna bırakma.